Yazışıram, danışıram. Görüş təyin edirik. Görüşə gedəndə mənim baldızımla yoldaşım ikisi gəldi yanında pis qabaqda. Səni şey eləyiblər hə, oyuna gətir. Ha. Hə, sonra. Təsəvvür edək ki, Allah'ın olsun sökmüşəm də, yəni pullar bir tərəfdən gedir könlün olmağa görə. Yəni biri var ki, xəyanət eləyən, biri var ki, eləməmişəm. Yəni çıxsam ortaya. Sən özünü kin eləmişəm də, neynəmişəm ki, yanlış. Hə. İndi arada bir baldız. Amma ki belə götürək də. İndi sən bilmirdin də sən baldızını. Deməli yazışmısan da. Allah haqqı bilmirdim də. Hadi deməli yazışmısan da. Evim ona gəlir ki, baldızın məndən danışa, arada bir pul tatmışam, ona 300-500. Mənə bax, gör nə deyirəm. Sən Allah görəndə nə hisslər keçirdin? Allah'ın olsun getdim o dünyanı gördüm ya. Dedim siz burada bilirsiniz. Bunlar mənə deyirsən burada neysə, ben onlara bilirəm. Ölürəm. Rıjı çoxsan. Hə. Dedim ki, bəs adamlar ondan görüşməliyim, iş görüşməsində. Dedi, ha, heç sən. Çıxartdı baldızın bir şey mesaj göstərdi. Dedi, budur sənin iş görüşmə. Aha. Aldım belə dedim və nə heç deyə bilmədim. Nə o tərəf nə deyilib. Onda incimə, sən kimi kişiyə hələ az xərclətdirirlər. Yox, dedim mən neyim hələ. Necə o danışdığın qıza 200-300 manat atmırsan, ged elə. Yox, buna da eləyirəm də. İndi könlün olmağa görə hər şey deyirəm. Prosto indi bu da birləşib evdə mamamla falan filan. Yəni mən evdən qoy evə də buraxırlar, evdə deyin. Nə məsləhət almaq istəyirsən ki məndən? Mən neyim, mən evə buraxsınlar, heç olmasa 20 evə. Bu kirayalarda qalmaqdan bezdim. Günlük kirayə evlərdə qalmaqdan bezdim. Eşşəyin pis ölüb, sən. Allah'ım da olsun, mənim eşşəyim sor. Mən sənin yoldaşının yerinə olsam, səni bağışlamaram. Mən həmişə ehtiyat saxlayan adamım.